Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Gəlin bu günləri miqren baş ağrısından danışaq. Birincili baş ağrıları arasında ən çox rastladığımız miqren baş ağrısıdır. Miqren baş ağrısının simptomları nələrdir? Adətən başın bir yarısında zonqullayıcı ağrı olaraq özünü büruzə verir. Eyni zamanda da işığa, səsə qarşı həssaslıq, ürəkbulanma və qusma ilə müşahidə oluna bilər. Bəzi hallarda miqren baş ağrısından öncə aura adlandırdığımız hallar da baş verə bilər. Aura nədir? Aura baş ağrı başlamadan 5 dəqiqə və yaxud da ki 1 saata kimi çəkə bilən bir durumdur. Bu gözümüzün qabağında işıq qığılcığımları ilə özünü büruzə verə bilər və yaxud da ki bizə xoş olmayan bir qoxu olaraq hiss edə bilərik və yaxud görmə bulanıqlığı, hətta görmə itkisi ilə də özünü büruzə verə bilər. Miqren baş ağrısı diaqnozun kliniki olaraq qoyuruq. Yəni ətraflı anamnez, məlumat toplayaraq qoyulur. Lakin başqa xəstəlikləri, başqa problemləri istisna etmək üçün sizdən başqa müayinələr də istənilə bilər. Miqren müalicəsi isə necə aparılır? İlk növbədə miqrenin sıxlığı burada önəm daşıyır. Əgər ağrılar şiddətlidirsə, çox tez-tez olursa, o zaman profilaktik müalicə aparılır. Yox, ayda 2-3 dəfə təkrarlanırsa, o zaman sırf miqren baş ağrısına uyğun olan ağrıkəsicilər sizə təyin olunur. Lakin profilaktik müalicə kömək etmədikdə və yaxud da ki ağrıkəsicilər kömək etmədikdə, o zaman botulotoksin terapiyası, yəni botoks terapiyası tətbiq olunur. Bu alın nahiyəmizə, gicgahlarımıza, boyun əzələlərimizə botoks inyeksiyası yeridilərək müalicə üsuludur. Və son dönəmin peyvənd, miqren peyvəndi adlandırdığımız bir müalicəsi var ki, bu ayda bir dəfə tətbiq olunaraq sizi miqren baş ağrılarından azad etmiş olur. Miqren baş ağrısı olan insanlar flash işıqlar olan yerlərdən uzaq olmalıdırlar. Qida qəbulunu zamanında etməlidirlər. İçkidən, ağartılardan uzaq durmalıdırlar və eyni zamanda da sağlam həyat tərzinə, yuxu rejiminə çox diqqət etməlidirlər. Qidalardan hamısı sizə pis təsir etməsə də, içlərindən individual olaraq bəziləri trigger kimi, yəni qıcıqlandırıcı kimi təsir edə bilər. Ona görə də qidavıza fikir verirsiniz, sağlam həyat tərzi sürürsünüz və miqren baş ağrısından azad olursunuz. Mövzu ilə bağlı suallarınızı şərhdə qeyd edə bilərsiniz. Mütləq şəkildə hamısı cavablandırılacaq və daha çox, daha ətraflı nevroloji xəstəliklər barəsində məlumat bilmək istəyirsinizsə, o zaman kanalıma abunə olun.